Quranda bir nəfər Allah Taala şəkur deyib, Nuh peyğəmbərə deyir. Demirəm bizim peyğəmbər şəkur deyil, amma bu ayə bir dənə bizim Nuh peyğəmbər üçün keçib. Çünki bizim peyğəmbər əşrəful kainatdır da, kainatın ən üstünüdür də, söz ona deyil. Hər halda imamətin özündə də bu xüsusiyyət var. Amma Quranda bir dənə yerdə keçib şəkur kəlməsi bir insana, Nuh peyğəmbərə. İmam Baqirə sual verirlər ki, niyə şəkurdur onun ləqəbi? Çox təşəkkür, Şakir yox, çox təşəkkür edirəm. İmam Baqir deyir ki, onun bir dənə zikri vardı ona görə. Deyirlər, hansı zikir? Deyir, bu zikir budur. Ma bi min ni'mətin ov afiyyətin fi dinin ov dünya fə innəha mink vəhdəkə la şərikə ləkə. Tərcümə edirəm sizə. Hər gün deyərmiş Nuh peyğəmbər, bu nemət, lütf, dünya ilə bağlı, dinlə bağlı, axirətlə bağlı. Hamısı səndəndir. Hamısı səndəndir. Sən təksən, sənin şərikin yoxdur. Bu gözəl baxışa bax. Adam bütün fikirlərini deyir. Buna deyirlər, tohid əfali də var bu kəlam elmində, belə bir mövzu. İnsan bütün fikirlərini deyir. Bu baxışı düzəldə bilir insan. Fə eynəmə tuvallu fəsəmmə vəcihullah. Hara üzül çevirsən, Allahın vəcihini görərsən. Əsma görərsən, Allah adı görərsən. Bütün aləm onun mülküdür, xilqət onun mülküdür. Buna başa düşəsən. Aləm ayədir, bunu anlayasan, nişanədir. Bu yolda çox lazımdır. Belə baxanda məsələlərə də ictimai yaşamaq səni ilahi yolda maneə deyil. Başa düşürsən ki, elə bu seyr-sülükdə yol burdan gedir.